Lövhədə F qüvvəsi şəkildəki kimi tətbiq olunmuşdur. F qüvvəsinin A nöqtəsinə görə momentinin böyüklüyü və B nöqtəsinə görə momentinin böyüklüyü nisbətləri bizə soruşur. Baxın, gəlin bu F-i ən yaxşısı proyeksiyalara ayıraq. Bucağa bitişik olan kosinusdur. Olacaq F kosinus alfa. Digəri isə olacaq F sinus alfa. Gəlin birinci A nöqtəsinə görə hesablayaq. A nöqtəsinə görə baxanda bu qüvvənin müşaqili toplananı uzantısı gəlir A-dan keçir, düzdürmü? Ona görə də A-da şaqili toplananın momenti 0 verir bizə. Ancaq biz baxırıq üfüqi toplanana. Üfüqi toplanan A-dan nə qədər məsafədədir? 1, 2, 3, 4 məsafəsindədir. 4-də. Onda yazırıq M, A bərabərdir. F kosinus 37 dərəcə vurulsun 4. Deməli, kosinus 37-də alır 0,8, buranda olacaq 3,2 F. Düzdürmü? İndi B nöqtəsinə görə momentə baxaq. Deməli, B nöqtəsinə görə baxanda bu dəfə də üfüqi toplanan B-dən, uzantısı B-dən keçdiyinə görə moment verməyəcək. Amma F sinus moment verəcək. B-dən nə qədər məsafədədir? 2 dama məsafəsindədir. Onda yazırıq MB bərabərdir. F sinus 37 dərəcə vurulsun 2-yə. Sinus 37-də 0,6 alır. 2-yə də vuranda olur 1,2 F. İndi bizdən nisbət soruşur. 3,2 F-i 1,2 F-ə bölürük. F-lərimiz ixtisar gedir. Vergüləri açsaq. 2-yə ixtisar aparsaq 16. 2-yə getsə 6. Gələ 4 aparardıq. Yenə 2-yə aparsaq 8. 2-yə aparsaq 3 cavab olur. 3-də 8. Yəni A variantı.